Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Aprel ayının 17-sində Ordubad rayonunun Nəsirvaz kəndindən görüntülərimiz. Səhər qısa bir video çəkib paylaşmışdım. Günəş doğdu qırmızı. Hara getdi bu günəş? Yenə tək-tək qar dənəcikləri düşür. Hər tərəf çən, dağlar bulud. Təbiətin ən gözəl vaxtıdır. Bir günləri itiririk. Soyuq havalar geçsəydi çıxardıq təbiətin qoynuna. Əl çəkmək olmur yaz vaxtı təbiətdən. Ah, mən bu gündən günə gözəlləşən işıqlı dünyadan necə əl çəkim? Bu yerə çarpışan, göylə əlləşən dostdan aşinadan necə əl çəkim? Dönmə bir şəbnəmə yaz səhərində, könül günəş kimi parla yerində, göylərin lacivərt ətəklərində gedən bu qovğadan necə əl çəkim? Baxınız, dan yeri sökülmüş kimi, dostlar bir cəbhiyyət tökülmüş kimi, uzaqdan uzağa xam gümüş kimi ağaran səhradan necə əl çəkim? Təbiət varlıdır, təbiət xəsis, işlədərkən onu sən ey mühəndis, mən də qart daşlara verdiyim bu his, bu incə mənadan necə əl çəkim? Bir yanda tərranlar, dumanlı dağlar, bir yanda kəhliklər, ayna bulaqlar, bir yanda bülbüllər, çiçəkli bağlar, mən bu təmaşadan necə əl çəkim? Həyat dedikləri bu keşməkeşdən, qəlbimdə, qanımda yanan atəşdən, gecədən, gündüzdən, aydan, günəşdən, bu əngin fəzadan necə əl çəkim? Qarşımda dalğalı dərin bir ümman, ümmanı sarsıdır bir acı tufan, bəyaz köpükləri bir çiçək yapan, şeirdən, xülyadan necə əl çəkim? Ulduzlar fikrimin çırağbanıdır, bulud xəyalımın karivanıdır, səma hissimin aşiyanıdır, böyle bir səmadan necə əl çəkim? Mehriban sevgilim qarşımda durdu, yenə şairliğim başıma vurdu, məndən Məcnun kimi könül maraqla sordu, bu saçı Leyladan necə əl çəkim? Xəzan acısına edib təhəmmül, gülün kölgəsində ötəndə bülbül, həyat, həyat deyə çırpınır könül, könüldən, sevdadan necə əl çəkim? Sən aldın aşını yeni hisslərdən, ey cavan qələmim, düşmə bəhərdən, ha dostlar, söyləyim mən bu hünərdən, bu təbi valadan necə əl çəkim? Sağ olun hörmətli izləyicilər, rəhmətli Mikail Müşfiqin şeiri elə bil ki, bu günümüzə yazılıb. Necə əl çəkim bu təbiətin gözəlliyindən? Cavan yaşında repressiya qurban oldu. Yaşasaydı nələr yazıb yaratmazdı. Sağ olun, növbəti videolarda görüşərik. Bir də yorumlarda yazın görək. Şeir deməyimi bəyənən var.
Dağın başında bədahətdən çılpaq səsinə şeir deyirəm. Əgər gözəl bir mühit yaransa, ona hazırlaşsaq, gözəl bir musiqinin müşayiəti ilə də şeirlər səsləndirsək işə yarayar.